insana ömür verilib, dəlil, Quran var, Rasullar göndərilib, Peyğəmbər s.ə.v gəlib. Və bundan sonra insan müvəqqəti həyatı üçün görürsən ki, eşşək kimi işləyir, 60 ili, 70 ili qazanmaq üçün. Gör, əbədi həyatı heç bir əməl etmədən necə? Əməl etmədən olarmı? Ona görə Əli radiyallahu anh sual verirlər ki, Allah ona razı olsun. Nə üçün insanlar ölmək istəmirlər? Ona görə ki, insanlar dünyalarını təmir ediblər, axirətlərini xaraba qoyublar. Ona görə də onlar təmir etdikləri yerdən xaraba qoyduqları yerə getmək istəmirlər. Və başqa ayədə yəni Allah Teala buyurur ki: "Vahum yastarixuna fiha rabbana." Onlar cəhənnəmdə fəryad qopararaq qışqıracaqlar və deyəcəklər ki: "Ey Rəbbimiz, bizi buradan çıxart. Na'mal salihan ghayra'llazi kunna na'mal." Və biz etmədiyimiz yaxşı əməlləri edək. Və Allah Teala buyuracaqdır ki: "Awalam nu'ammirkum ma yetezekkeru fi men tezekkere ve ca'akumun nazir." Məgər biz sizə ibrət almaq üçün ibrət alanın ömrünü vermədikmi? Yəni kifayət qədər ömür verilmədim. 18 yaş, 20 yaş, 40 yaş, 60 yaş. Yəni bu qədər ömür verilən insanın bəhanəsi qalmayacaqdır. Və sizə xəbərdar edici də gəldi. Və bunun təfsirində gəlir ki, xəbərdar edici nədir? Rasulların gəlməsi, insanın yaxınlarının ölməsi